Cənubi Qafqaz Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsinə səbəb isə mürəkkəb meteoroloji hadisələrin təkrarlanmasının artması gözlənilir. Proses nəticəsində Xəzər hövzəsi ölkələrində, Qafqaz regionunda, Azərbaycan arasında orta troposferdə atmosfer təzyiqinin may ayı ərzində tez-tez kəskin tərəfləri gözlənilir. Yəni atmosfer təzyiqində tez-tez azalmalar nəticəsində siklon sistemlərinin orta troposferdə aktivləşməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Proses nəticəsində Qara dənizin şərqindən, Aralıq dənizinin şərqindən rütubətli hava axınlarının Kiçik Asiya ərazisindən Qafqazın cənubuna doğru orta troposferdən daşınması nəticəsində may ayı ərzində Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Yəni temperatur tərəflərində kəskin artım gözlənilir. Havanın temperaturunda tez-tez yüksəlmələri və tez-tez azalmalar gözlənilir. Eyni zamanda hava şəraitinin tez-tez dəyişilməsi nəticəsində lokal leysan yağışlarının artması gözlənilir və bu da ərazidən keçən çaylarda, dağ çaylarında və Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Varat çayında sululuğun da əvvəlki dövrlərlə müqayisədə 4-6 dəfə qədər artıq olması ehtimalı var. O barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Prosesin sonrakı inkişafı nəticəsində isə may ayının ikisi gündüz saatlarından başlayaraq Azərbaycanın şimal-qərb rayonlarında hava şəraitinin yenidən dəyişilməsi gözlənir. May ayının 3-cü günün ikinci yarısında və 4-cü gün ərzində isə prosesin daha da güclənməsi nəticəsində Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Naxçıvan ərazisində, Kiçik Qafqaz rayonları ərazisində, Mərkəzi Aran rayonlarında və Cəlilabad aşağı ərazilərində yağıntıların lokal xarakterli, qısa müddətli arabir intensivləşməsi gözlənilir. Prosesə səbəb isə kanalda əvvəlcədən bildirdiyimiz kimi Şərqi Qara dəniz ərazisində və Aralıq dənizinin şərqində 2025-ci ilin may ayı ərzində tez-tez siklon sistemlərinin formalaşması üçün münbit sinoptik şəraitin yaranması gözlənilir və bu hava kütlələrinin cənub-qərbdən rütubətli hava axınlarını Kiçik Asiya ərazisindən şimal-şərqə doğru Qafqazın cənubuna daşınması nəticəsində Azərbaycan arasında da may ayı ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran rayonları ərazisində və Xəzər dənizinə yaxın olan şərq rayonlarında may ayının ikisi gündüzdən 3-ünə keçən gecə hava şəraitinin yenidən dəyişilməsi gözlənilir. Prosesin daha da güclənməsi isə may ayının 3-ü gündüz saatlarından başlayaraq 4-cü gündüzə qədər hava şəraitinin yenidən dəyişilməsi nəticəsində yağıntıların lokal xarakterli arabir intensivləşməsi gözlənilir. Yəni birinci proses aprel ayının 30-undan may ayının 1-nə keçən gecə gözlənilir. Bu proses bir qədər zəif olacaq. İkinci proses nəticəsində may ayının ikisi gündüzdən 3-cü gündüzə qədər yağıntıların lokal xarakterli intensivləşməsi ehtimalı var. May ayının 3-cü gündüzdən isə 4-cü günün ikinci yarısına qədər hava şəraitinin bir qədər də daha da intensiv şəkildə dəyişilməsi nəticəsində Böyük Qafqaz rayonları arasında yağıntıların artıq ikisi gündüzdən 3-cü gündüzə qədər və 3-cü gündüzdən isə 4-cü gündüzə qədər yağıntıların lokal xarakterli arabir intensivləşməsi gözlənilir. Proses nəticəsində prosesin bir qədər də güclənməsi riski var ki, xüsusilə də may ayının 3-ü və 4-ündə kütlədaxili proseslərin lokal xarakterli intensivləşməsi nəticəsində dolu yağması gözlənilir, şimşək çaxması gözlənilir. Eyni zamanda prosesin küləklərin güclənməsilə müşahidə edilməsi gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluğun davam etməsi gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. May ayının 4-cü günün ikinci yarısında hava şəraiti nisbətən sabitləşsə də, may ayının 5-dən başlayaraq yenidən Böyük Qafqaz rayonları arasında hava şəraitinin dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Goranboy, Naftalan ərazilərində eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngən ərazilərində, Füzuli, Cəbrayıl ərazisində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də may ayının ikisi gündüzdən 3-cü gündüzə qədər hava şəraitində yenidən dəyişiklik gözlənilir. 3-cü prosesin nəticəsində isə may ayının 3-cü gündüzdən 4-cü günün ikinci yarısına qədər hava şəraitində yenidən dəyişiklik gözlənilir. Nəticədə arabir yağış yağması ehtimalı var. Proses xüsusilə də may ayının ikisi günün ikinci yarısından başlayaraq 4-cü günün ikinci yarısına qədər olan müddət ərzində bir qədər də intensivləşəcək. Nəticədə yağıntıların da lokal xarakterli intensivləşməsi nəticəsində ayrı-ayrı dağ çaylarında
sululuğun daha da artması və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Qısa fasilədən sonra isə may ayının 4-cü günün ikinci yarısından başlayaraq hava şəraitinin bir qədər sabitləşməsi müşahidə edilsə də, may ayının 5-ci gündüz hava şəraitində yenidən dəyişiklik gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Mərkəzi Aran rayonlarının Yevlaq, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də may ayının 2-ci gündüz hava şəraitinin yenidən dəyişilməsi ehtimalı var. Xüsusilə də may ayının 3-cü günün ikinci yarısından başlayaraq 4-cü gündüzə qədər mərkəzi Aran rayonları ərazisində də ara bir yağış yağması ehtimalı var. Yağıntıların isə lokal xarakterli qısa müddət ərzində arabir intensivləşməsi gözlənilir. Proses nəticəsində lokal şimşək çaxması, dolu yağması ehtimalı da var. Nəticədə ərazidən axan çaylarda və su kanallarında gürsulluğun artması gözlənilir. Xüsusilə də Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Varat çayında da sulluğun artmasının davam etməsi gözlənilir və əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basma hadisələrinin təkrarlanması riski var. May ayının 4-cü gündüz hava şəraiti nisbətən sabitləşsə də, may ayının 5-ci hava şəraitinin yenidən dəyişilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Cəllabad, Masallı, Lənkəran, Astala, Yardımlı və Lerik ərazilərində may ayının 2-ci gündüzdən 3-cü gündüzə qədər hava şəraitinin yenidən dəyişilməsi gözlənilir. Arabir yağış yağması ehtimalı var. 3-cü prosesin bir qədər də güclənməsi nəticəsində may ayının 3-cü günün ikinci yarısından 4-cü günün ikinci yarısına qədər olan müddət ərzində yenidən arabir yağış yağması, şimşək çaxması ehtimalı var. Xüsusilə də Cəllabad, Yardımlı, Lerik və Aslanın dağ kəndlərində yağıntıların lokal xarakterli arabir qısa müddət ərzində intensivləşməsi gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluğun davam etməsi və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. May ayının 4-cü günün ikinci yarısında hava şəraiti sabitləşsə də, may ayının 5-cində hava şəraitinin yenidən dəyişilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu müddət ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində havada buludluluğun tez-tez artması gözlənilir. Xüsusilə də may ayının 2-ci günün ikinci yarısından 4-cü gündüzə qədər Azərbaycanın şimal, qərb və cənub rayonlarından keçməsi gözlənilən lokal xarakterli ildırım dolu buludlarının bəzi hissələrinin də Bakı, Abşeron, Sumqayıt arasına daxil olması ehtimalı var ki, nəticədə may ayının 2-ci günün ikinci yarısından 4-cü gündüzə qədər qısa müddətli yağış yağması, şimşək çaxması ehtimalı var. Xüsusilə də may ayının 3-cü günün ikinci yarısında və 4-cü günün birinci yarısında isə Bakı, Abşeron, Sumqayıt arasında yağıntıların lokal xarakterli qısa müddət ərzində intensivləşməsi ehtimalı var. May ayının 4-cü gündüz hava şəraiti Bakı, Abşeron, Sumqayıt arasında sabitləşəcək, lakin may ayının 5-cində hava şəraitinin yenidən dəyişilməsi ehtimalı var. Cənubi Qafqaz, Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsinə səbəb isə mürəkkəb meteoroloji hadisələrin təkrarlanmasının artması gözlənilir. Proses nəticəsində Xəzər hövzəsi ölkələrində, Qafqaz regionunda, Azərbaycan ərazisində orta troposferdə atmosfer təzyiqinin may ayı ərzində tez-tez kəskin tərəqqüləri gözlənilir. Yəni atmosfer təzyiqində tez-tez azalmalar nəticəsində siklon sistemlərinin orta troposferdə aktivləşməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Proses nəticəsində Qara dənizin şərqindən, Aralıq dənizinin şərqindən rütubətli hava axınlarının Kiçik Asiya ərazisindən Qafqazın cənubuna doğru orta troposferdən daşınması nəticəsində may ayı ərzində Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Yəni temperatur tərəflərində kəskin artım gözlənilir. Havanın temperaturunda tez-tez yüksəlmələri və tez-tez azalmalar gözlənilir. Eyni zamanda hava şəraitinin tez-tez dəyişilməsi nəticəsində lokal leysan yağışlarının artması gözlənilir və bu da ərazidən keçən çaylarda, dağ çaylarında və Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Varat çayında sululuğun da əvvəlki dövrlərlə müqayisədə 4-6 dəfə qədər artıq olması ehtimalı var. O barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.